Yiyəlikdə bilirsiz nə var ümumiyyətlə? Bu məzmunu dərk eləməliyik. Nəyisə, hansısa bir əşyanın, hansısa bir nəyisə yiyəsidir, sahibidir. Başa düşdünüz? Məsələn, indi canavar ayı balalarını apardı. Canavar ayının balalarını. Allah Yaxşı. ayıyar da Əla. Super. İndi başa düşməyənləri izah etmək istəyirəm. Burada neçə dənə isim var? Canavar, ayı, bir də bala. 3 dənə isim var. Üçünün birində şəkilçi var, digər ikisində şəkilçi yoxdur. Gəlin təhlil eləyək bunları. Bala sözün kökü. Bunlar nədir? Cəm şəkilçisi, qramar şəkilçisidir. I nədir burada? I deyə yəlik var. Mənsubiyyət necə bilərik? İndi onu şəkilçinin qabağını yəliyə atacaq. N bitişdirici, I da təsir yal. Təsir yalıdır. Nə gözəcək? Hə, təsir yal. Deməli, burada mənsubiyyəti tapdıq. Təxmin elədik də bu mənsubiyyətdir. Niyə? Çünki 2 dənə I var. Mənsubiyyət hansı qabağına yəlik hallı söz olmalıdır. Çünki mənsubiyyət yəlik nədir? Vəhdətdədir hər zaman. Gəlin artıq görək. Balanın yəsi kimdir? Balanın yəsi ayıdır. Ayıdır. Canavarın balası deyil ha. Canavar öz balasını aparmır ha. Ayının balasını aparır da burada. Ay son. Deməli bu hansı haldadır onda? Əla. Qeyri-müəyyənlik. Deməli balaların yəsi nədir? Ayıdır. Ayı